Eşq oyununda aldın iki, bezdirdi məni bu naz qəmsə. Odur ki hesablayacağam. Salam, hər birinizi xoş gördük. Deməli, riyaziyyat dərslərimizin davam etdirməyə başladım və deməli, natural ədəbiyyat bölməsini 1-dən 25-ə kimi YouTube-da izah etmişdim. İzləyici sayı çox olduğuna görə mən istəyirəm natural ədəbiyyata davam etdirim və bəzi tələbələrin, bəzi abituriyentlərin, bəzi MBA hazırlaşan tələbələrin xahişi nəticəsində mən bu video dərsim sayəsində natural ədəbiyyat bölməsinin 2015 test toplusundan əsaslar, hansı ki seçmə suallar var ki, seçmə sual deyəndə nəyi nəzərdə tuturam? Yəni abituriyentlərin mənə atdığı, Facebookda inboxuma atdığı suallar, bəzi tələbələrin çətin çəkdiyi suallar olacaq, yəni onların izahları olacaq. Mən başlayıram izahlara. Diqqətli olun, bu da çətin heç nə yoxdur. Sadəcə olaraq qısa yollarla başa salacağam. Başlayaq. 62-ci sual. Bəzi tələbələr deyə bilər ki, ay müəllim, niyə görə 1-dən 25-ə kimi izah elədiniz və qalanını niyə izah eləmişsiniz? Çünki orada çoxu primitiv suallardır. Primitiv sualları mən istəmirəm burada vaxt ayırıb və sizi yormur da, adi suallardır çünki. Yəni hər bir kəs o kitabı oxuyan zaman o həmən sualları həll edə bilər. Ancaq bəzi suallar var ki, bunun kimi seçmə sualları var ki, bunlarda tələbələr çətinlik çəkirlər deyə mən onları izaha başladım. Başlayaq. A və B natural ədədləri birdən böyük qarşılıqlı sadə ədədlərdir. Aha. Əkob AB bölünsün, əbob AB nisbətini tapın. Əgər A və B natural ədədləri birdən böyük qarşılıqlı sadə ədədlərdirsə, biz bilirik ki, əbob qarşılıqlı sadə ədəd olanda, yəni A və B qarşılıqlı sadə ədəd olanda biz bilirik ki, bunlar birə bərabərdir. Əkobda isə A və B qarşılıqlı sadədirsə, bu bunların hasilinə bərabərdir. A vursun B-yə. Bunu bilirik. Və burada da sual verib ki, əkob AB bölünsün əbob AB-yə. Əkob AB bildik ki, hasili, yəni A vursun B, bölünsün əbob AB-də ki, biz bildik ki, 1-dir. Bu da bərabərdir A vursun B-yə. Yəni A vursun B bölünsün 1, elə A vursun B-yə bərabərdir. Cavabımız Y bəndir. Sonraki sualımıza keçək. Deməli, burada şəkillər sizə bu indidən üzr istəyirəm ki, şəkillər bu səviyyədə çəkilib. Çünki Skyner elib mənə göndərən hələ bir tələbə olmadı. Yəni belə istədim, amma heç kim göndərə bilmədi deyə. Mən bunları şəkil formatda çəkib sizə belə izah etməyə başladım və sualın nömrəsini deyəcəm ki, sizə çətinlik olmasın. Yəni 64-cü sualı izah edirəm. Biraz vaxt izah etdim. Deməli, test toplusu 2015 versiyasından 62-ni izah etmişəm. İndi izah edirəm. Baxaq, 64-ü izah edirəm. Yəni test toplusu 2015-də natural ədədlər bölməsində 64-cü sualı izah edirəm. Natural ədədi 21-ə böldükdə qalıqda 16 alınır. Bu ədədi 7-yə böldükdə alınan qalığı tapın. Aha. Biz burada nəyi bilməliyik? Biz bilməliyik ki, A bərabərdir B vurulsun Q plus R düsturunu bilməliyik. Burada A bölünən, B bölən, Q-nun artmam qismət, R qalıq. Bu düsturu bilməliyik. Və bircə bunu da bilməliyik ki, əksər vaxtlar, yəni bölənlə, yəni əksər vaxtlar, yəni belə bir tipli suallarda naatmam qismət 1-ə bərabər olur. Əksər vaxtlar naatmam qismət 1-ə bərabər olur. Və əgər bu 1 olsa, onda bunu belə yaza bilərəm. B plus R-ə. Yəni, bölünəni tapmaq üçün bölənlə qalığın cəmi bizə bölünəni verəcək. Burada da onu deyir. Deyir, natural ədədi 21-ə böldükdə. Deməli, bölənimiz 21-dir. A bərabərdir 21 plus qalığımız da 16-dır. 16. Deməli, natural ədədimiz nə imiş? 21 üstə 16 nə eləyir? 37-dir, düzdürmü? 37 imiş. İndi bu deyir, bu ədədi 7-yə böldükdə alınan qalığı tapın. 37-ni bölək 7-yə. Görün, istəvə düşür. 5 7-nin 35, 2 qalıq qalır. Qalığımız 2 imiş, cavabımız C bəndi. Yəni, burada nəyi bilməliyik? Deyir, natural ədədi 21-ə böldükdə qalıqda 16 alınır. Hansı ədədi 21-ə bölsək qalıqda 16 alınır? Təbii ki, 37-ni. 37-ni 21-ə bölsək qalıqda 16 alınacaq. Düzdürmü? Bunu bildik. Bu ədədi 7-yə böldükdə alınan qalığı tapın. 37-ni tapdıqsa, bunu da 7-yə böləcəyik. Qalıqda da 2 alınır.
Cavabımız da C bəndi. Sonraki sualımıza keçək. 2015 test toplusundan 67-ci sual. Natural ədəd bölməsində 67-ci sualdayıq. Fərq azalandan 123 vahid kiçikdir. Çıxılanı tapın. Əvvəlcə biz bilməliyik nəyə? A minus B bərabərdir C. A azalan, B çıxılan, C fərq kimi bir düstur şəklini alırıq. Baxın, A azalandır, yəni azalır. B çıxılandır, yəni bunu azaldan, A-nı azaldandır. C isə fərqdir, yəni bu fərq nədirsə, bu şəkildə göstərilir. İndi bu da nədir? Deyir, fərq azalandan 123 vahid kiçikdir. Fərq azalandan, yəni C. Fərq azalandan, azalan nədir? A. A-dan 123 vahid kiçikdir. Baxın belə. Yəni deyir, fərq, yəni C, azalandan, yəni A-dan 123 vahid kiçikdir. Mən də yazdım, C bərabərdir A minus 123 yazdım. Çıxılanı tapın. Çıxılan nədir? B. B-ni soruşur. Əgər mən C-ni yerinə A minus 123 yazsam, onda belə yazacağam. Deməli, A minus B bərabərdir A minus 123. Buradan B-ni tapsam, yəni çıxılanı tapsam, B nəyə bərabər olacaq? A minus A plus 123'ə. A-la ixtisara getdi, qaldı 123. Deməli, mənim çıxılanım 123 imiş. O da C bəndində. Görün, çətin heç nə yoxdur. Sonraki sualımıza keçək. 71-ci sualdayıq. Deməli, 71-ci sual test toplusu 2015-də natural ədəd bölməsində 71-ci sualı izah edirəm. N-in hansı qiymətlərində 5 rəqəmli, deməli 71.2n4 ədədi 3-ə bölünür. 3-ə bölünmə qaydası nə təqdir? Biz bilirik ki, rəqəmlərin cəmi 3-ə bölünürsə, həmin ədəd 3-ə bölünür. Bunu bilirik. İndi bunun rəqəmlərin cəminə baxaq. 7 üstəgəl 1, üstəgəl 2, üstəgəl n, üstəgəl 4. Bunun baxaq rəqəmlər cəmi nə edir? 7 üstə 1 8, 8 üstə 2 10, 10 üstəgəl 4 14 plus n-ə. 14 plus n imiş. Bunun rəqəmləri cəmi. İndi deyir ki, bu n-in hansı qiymətlərində 5 rəqəmli ədədi 3-ə bölünür. Əgər bu 3-ə bölünürsə, n-ə elə bir qiymət verməliyik ki, bu 3-ə tam bölünsün. N-ə mən nə verə bilərəm? Baxın, 14-dür. N-ə nə versəm 3-ə bölünər? Təbii ki, 1 versəm, olacaq 15 3-ə bölünəcək. Sonra nə verə bilərəm? Verə bilərəm, 4 verə bilərəm da. 4 verə bilərəm, aha. 4 versəm nə olacaq? 14 üstə 4, 18 3-ə bölünəcək. Sonra 7 verə bilərəm də, 14 üstə 7, 21, 21 də 3-ə bölünəcək. Ancaq verə bilərəm nəyi? 1, 4, 7-ni. 1, 4, 7 də bir dənə cavab da Y bəndindədir. Sür. Sonraki sualımıza keçək. 74-cü sual. Test 2015-də 74-cü sualdayıq natural ədəd dərsində. 4-ə bölünən neçə 2 rəqəmli natural ədəd var? Baxın, bunu tapmaq qaydasını bəzi tələbələr çətinlik çəkir. 4-ə bölünən neçə 2 rəqəmli ədəd var, natural ədəd var deyəndə biz ancaq nə etməliyik? 4-ə bölünən 2 rəqəmli ədədləri tapmaq üçün əsas ən böyük 2 rəqəmli ədədi tapırıq. 4-ə bölünən ən böyük 2 rəqəmli ədədi. Baxın, qısa yolu budur. 4-ə bölünən ən böyük 2 rəqəmli ədədimiz nədir? Təbii ki, 98. Düzdürmü? Bölünürmü? 2 4-ün 8, yox, 96. Üzrdə hesab eləyin, 96. Düzdürmü? 96 bölünürmü? Bölünür. Aha, bölünür. Ən böyük 2 rəqəmli ədədimiz, 4-ə bölünən ədədimiz 96-dır. Deyək, 4-ə bölünən neçə 2 rəqəmli natural ədəd var? 96. Baxın, əgər belə bir sual verəndə həmişə həmin ədədə bölünən ən böyük 2 rəqəmini seçsiniz, bölürsünüz həmən soruşulan ədədə, neçə alınırsa, 96 4-ə bölünən neçə dəfə düşür? 2 dəfə, 4 dəfə, 24 dəfə düşdü. Düzdürmü? 24 dənə 4-ə bölünən 1-dən 99-a qədər ədəd var. Amma bizə nə soruşur? Neçə 2 rəqəmli natural ədəd var? Biz 4-ə bölünən 1 rəqəmləri çıxırıq, yerdə qalan nə olacaq? Hamısı 2 rəqəmli olacaq. Deməli, biz 24-dən nəyi çıxmalıyıq? 24 dənə var, 4-ə bölünən var, 1-dən 99-a qədər 24 dənə 4-ə bölünən ədəd var. Amma tək rəqəmlər sırasında olan 4, 8 var ki, bunlar 4-ə bölünür, amma tək rəqəmlidir. Bizdənsə 2 rəqəmliləri soruşur.
Deməli 2 dənə tək rəqəmli olduğuna görə bu 24-dən 2-ni çıxacağam. Qalacaq 22. Cavabımız da 22 olacaq. D bəndi. Başa düşdünüz bunu? Məsələn, burada 3 versəydi, tutaq ki, 3-ə bölünən desəydi, o zaman biz 99-u böləcəkdik 3-ə. Neçə eləyəcəkdik? 33 eləyəcəkdik, elə? 33-dən nəyi çıxacaqdım? 3-ə bölünən tək rəqəmləri çıxacam ki, hamısı qalsın 2 rəqəmli. Tək rəqəmlər hansıdadır 3-ə bölünən? 3-dür, 6-dır, 9-dur. Deməli, 3 dənə tək rəqəmli varsa, bu 33-dən də 3-ü çıxacam, qalacaq 30. Və 30 götürəcəm. Deməli, 30 dənə bu 3-ə bölünən 2 rəqəmli ədəd varmış. Burada da həmən şeydir. Yəni 2 dənə 4-ə bölünən tək rəqəmli varsa, mən bu 24-də həmən o 2-ni çıxacam, qalacaq 22 dənə. Sonraki sualımıza keçək. A ədədi B ədədinin bölənidir. A ədədi B ədədinin bölənidir. Baxın, əvvəlcə bunu bilməliyik ki, tutaq ki, əbob 56 ilə tutaq ki, 28. Bir dənə də əkob yazaq. Əkob 56 ilə 28. Bərabərdir. Əbob həmişə nəyə bərabərdir? Həmişə kiçiyinə bərabərdir. Əgər bir ədəd digərinə bölünürsə, orada ən kiçiyi əbobdur, ən böyüyü isə əkobdur. Həmişə yadda saxlayın. Əgər daxilində olan ədədlər bir-birinə tam bölünürsə, o zaman ən kiçiyi əbob, ən böyüyü isə əkobdur. Və burada bunu nəzərə almalıyıq ki, A ədədi B ədədinin bölənidir. A ədədi B ədədinin böləni deyəndə, deməli B bölünsün A imiş. Bərabərdir C-yə. Burada A ədədi təbii ki B ədədinin bölənidir. Və bölən olduğuna görə, məsələn mən bura 56 yazsam, bura 28 yazsam, burada 2 yazsam. Yəni 56 ilə 28-də əbob nə idi? Əbob nə idi 56 ilə 28-də? Təbii ki 28, yəni kiçiyi. Əkob isə ən böyüyüdür. Burada da onu soruşur. Burada ən böyük B olduğundan, əkob B götürüləcək, minus, əbob isə A götürüləcək. Yəni B minus A-ya. B minus A-da cavab C bəndində. Təbii ki, başa düşdünüz. Yəni, bölənidir deyəndə, ən böyük B olduğundan, ən kiçiyi də A olduğundan, bu zaman əbob ən kiçiyi A, əkob isə ən böyüyü B olacaq. Yəni, burada da soruşur, əkob A, B-dən, əbob A, B-dən çıxsam, burada da B olur, B-dən A çıxsam, cavabı da o şəkildə götürürsən. Sonraki sualımıza keçək. 30-dan böyük olmayan iki rəqəmli ədədlər içərisində 30-la qarşılıqlı sadə olan neçə ədəd var? Baxın, 30-dan böyük olmayan iki rəqəmli ədədlər içərisində 30-la qarşılıqlı neçə sadə ədəd var? Belə bir sual verir. Təbii ki, burada nə etməliyik? Bunun iki qaydası var. İki qaydasını da yaza bilərəm. Sadəcə olaraq bunun iki yolu. Sadəcə bunu indi biz bir asan yolu ilə deyəcəm. Asan yolu, yəni məntiqi yolu ilə deyəcəm. Ən qəşəng yol da odur. Qalan yollarda çaşa bilərsiniz. 30-dan böyük olmayan iki rəqəm ədədlər içərisində 30-la qarşılıqlı sadə olan neçə ədəd var? Baxaq. 1 bölünür, 2 bölünür, 3 bölünür, 4 bölünür, 5 bölünür, 6 bölünür, 7 bölünmür. 7-ni götürəcəm, 11-i götürəcəm, 13-ü götürəcəm, 17-ni götürəcəm, 19-u götürəcəm, sonra 23-ü götürəcəm, bir də nəyi götürəcəm? 29-u. Nəyə görə bunları götürdüm? Bunu da deyim. Çünki qarşılıqlı sadə ədəd deyəndə hər ikisində də bölən olmasın. Yəni 30-la, məsələn mən 3 götürsəydim, 3 ilə 30 ikisi də 3-ə bölünür deyə onu götürə bilməzdim. 7 ilə 30-dan ikisində də eyni bölən nədir? 1. Yəni 2 ədəddən ikisi də ortaq böləni yalnız 1 olsun. 1-dən başqa ortaq böləni olmasın. Bu ədədlər qarşılıqlı sadə ədədlərdir. 7 ilə 30 heç birin heç nəyə bölünmür. Yalnızca 1-ə bölünür. 11 ilə 30 yenə olar da həmən şey. 13 ilə də 30 elə, 17 ilə 30 da elə, 19 ilə də, 23 ilə də, 29 ilə də. Görə neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7 dənə. 7 dənə cavabımız da B bəndi. Sonraki sualımıza keçək. Belə bir sual verib, hasilinin 8-ə bölünməsindən alınan qalığı tapın. Belə sual verəndə həmişə yadda saxlayın, sonuncu 2 rəqəmə baxın. Sonuncu 3 rəqəmə, 8-ə bölünmə deyəndə sonuncu 3 rəqəmə baxır.
Sonuncu 3 rəqəm baxırıq ki, 885-dir. Bunu mən 8-ə bölsəm qalıqda nə qalacaq? Təbii ki, 5. Vurulsun. Burada da 3 rəqəmə baxıram. Sonda 8-ə böləndə 2 qalıq qalacaq. 5 vurulsun 2. Bu da bərabərdir 10-a. 10-u 8-ə bölək. Yəni hasil nədirsə, hasilini tapdım, qalıqların hasilini tapdım. Yenidən 8-ə bölürəm. Bir dəfə 8, 2 qalıq qalır. Qalığımız deməli 2 imiş C bəndi. Sonraki sualımıza keçək. A natural ədədini 10-a böldükdə natamam qismətdə C, qalıqda isə 8 alınır. A ədədinin 5-ə bölünməsindən alınan natamam qisməti tapın. Deməli, A natural ədədini bayaq dedik ki biz, A bərabərdir, B vurulsun Q plus 1-ə. R-ə, bağışlayın, R-ə bərabərdir. Düzdürmü? Bu düsturu bilirik. Və demişdik ki, əksər vaxtlar Q, yəni natamam qismət 1-ə bərabər olur. Əgər 1-ə bərabər olursa, deməli A bərabərdir, B plus R şəkli yazıram. İndi deyək ki, A natural ədədini 10-a böldükdə natamam qismətdə C, qalıqda 8 alınır. A, natamam qisməti verir bizə, C verir. Qalıqda isə 8 alınır. Baxaq. Onda biz belə yazırıq. A bərabərdir 10 vurulsun C plus 8-ə. Aha. Çünki natamam qismət C, qalıqsa 8-dir. Burada natamam qismət, yəni C 1-ə bərabər olduğundan A-mız nə olacaq? 18. A-mız 18 imiş ki, 10-a böləndə 8 qalıq qalıb. 10-a böləndə 8 qalıq qalıbsa, deməli ədədimiz 18 imiş. A ədədinin 5-ə bölünməsindən alınan natamam qisməti tapın. 18-i 5-ə bölək. Neçə dəfə düşür? 3 dəfə 15, qalıq qalır 3. Qalığımız 3 imiş. Natamam qismətimiz də 3 imiş. İndi alınan natamam qisməti tapın. Təbii ki, 3 imiş natamam qismət. Natamam qismət bayaq C-ni nə götürdük? C-ni 1 götürdük, düz deyil? Biz indi cavabda 3 almışıq. İndi 3 olan bir varianta baxaq. C bəndə baxın. C-miz 1-dirsə, 2 1-in 2, üstə gəl 1, 3. Bu ümumi 3 eləyirmiş. Bizə də 3 lazımdır da. 3 qiymət lazımdırsa, cavabda 3 olan bir dənə qiymət C bəndindədir. Görürsünüz? C-mizi bayaq 1 götürmüşdük. Çünki natamam qismət əksər vaxtlar 1-ə bərabər olur. Sonraki sualımıza keçək. Əkob 120-144 bölünsün əbob 120-144. Bəzi tələbələr var ki, bunu əvvəlcə əkobu tapır yuxarıda, sonra əbobu tapıb, bölür bir-birinə, vaxt itkisi gedir. Amma bunun ən qəşəng variantı odur ki, bərabərdir C-yə. Qarşılıqlı olmayan sadə vurğuların hasilinə bərabər eləməliyik. Yəni 120-ni, bir də 144-ü vurğularına ayıraq. 2-yə 60, 2-yə 30, 2-yə 15, 3-ə 5, 5-ə 1. Bunu da 2-yə bölək. Deməli 72, 2-yə bölək 36, 2-yə bölək 18, 2-yə bölək 9, 3-ə bölək 3, 3-ə bölək 1. İndi tapaq. Biz dedik ki, bu şəkildə olanda C, yəni qarşılıqlı olmayan sadə vurğulan hasil şəklində göstərib cavab alacaq. Nisbət şəklində həmişə verirsə və yadda saxlayın ki, həmişə əkob əboba bölünür. Əkob əboba bölünür həmişə. Əbob əkoba versə, qiyməti sonra çevirəcəyik. Çünki həmişə əkob əboba bölünməlidir. Çünki əkob böyük qiymətdir, əbob kiçik qiymət. Bəziləri deyə bilər ki, nəyə görə ən kiçik ortaq bölünən deyirik, ən böyük ortaq bölünən deyirik. Adı ən böyük ortaq bölünən olsa belə, ən kiçik qiymət alır. Adı ən kiçik ortaq bölünən olsa belə, ən böyük qiymət alır. Baxın, yadda saxlayın. İndi C-mizə baxaq, görək nədir. C-miz bərabərdir. Ortaq olmayanları götürüb bir-birinə vuracağıq. 2 bunda var, bunda da var. Deməli, 2-ni götürməyəcəyik. 2 bunda var, bunda da var. Deməli, 2-ni bu 2-ni də götürməyəcəyik. 2 bunda var, bunda da var. Bu 2-ni də götürməyəcəyik. Sonra 2 bunda var, digərində yoxdur. Deməli 2-ni götürəcəyik, vurulsun. Sonra 3 bunda var, bunda da var. Deməli 3-ü götürməyəcəyik. Bunda bir dənə 3 var, bunda həmən 3 yoxdur. Deməli vurulsun 3, vurulsun. Bunda bir dənə 5 var, bu birində yoxdur. Deməli vurulsun 5-ə. 2 3-ün 6, 6 5-ün 30. Cavabımız 30 imiş. Tadı getdik. Gör nə asandır. Yoxsa bəzi tələbələr var ki, əkobu əvvəl hesablayır, sonra bölür, əbobu əvvəl hesablayır, sonra bölür bir-birinə. Elə vaxt itkisidir. Ən qəşəng yolu budur. Ortaq olmayan sadə vurğulan hasili.
Sonraki sualımıza keçək. 142-ci sualdayıq. 3 ardıcıl tək natural ədədin cəmi 81-dir. Bu ədədlərdən ən böyüyünü tapın. 3 ardıcıl tək və yaxud da cüt natural ədədlər deyəndə həmişə birincini x götürün, ikincini x plus 2 götürün, üçüncünü x plus 4 götürün. Həmişə. Bunların cəmi 81-dir. Aha, x plus 2 plus x plus 4-ə bərabərdir 81-ə. Bunların cəminə baxaq. Deməli, 3x plus 2 üstə 4, 6 bərabərdir 84. 3x bərabərdir 78. X da bərabərdir 2 dəfə, 9 dəfə, 6 dəfə. 2, 6. 26. X-imiz 26 imiş. Deyək ki, bu ədədlərdən ən böyüyünü tapın. Bu 26 imiş. Birinci ədədimiz 26 imiş. Digəri 28 imiş. Bir dəqiqə. 3 ardıcıl tək natural ədədin cəmi 81-dir. Bu ədədlərdən ən böyüyünü tapın. Deməli, x plus 2 plus x plus 4 81-dir. 3x plus 2 üstə 4, 6, 84. Böyle 81 diye bu. Ay, üzrlə hesab edin. Ay, bir dəqiqə. Üzrlə hesab edin. Bir dəqiqə. Deməli, birinci ədədimizi götürdük x, ikinci ədədimizi götürdük x plus 2, üçüncü ədədimizi götürdük x plus 4-ə. İndi bunları toplayaq, 81-ə bərabər eləyək. x plus 2 plus x plus 4-ə bərabərdir 81-ə. 3 dənə x plus 6-ya 4 üstə 2, 6 bərabərdir 81-ə. 3x bərabərdir 81-dən 6 çıxanda 75. X da bərabərdir 25-ə. X 25-dir. Yəni birinci ədədimiz 25 imiş. İkinci ədədimiz 27 olacaq. Üçüncü ədədimiz isə 29 olacaq. Deməli, 25, 27, 29, 3 ardıcıl tək natural ədəd imiş. Ən böyüyünü soruşur. Deməli, ən böyüyü də 29 imiş. Cavabımız A bəndi. Sonraki sualımıza keçək. 147-ci sualdayıq. Böləni 6 dəfə azaltdıqda bölünəni necə dəyişmək lazımdır ki, qismət 4 dəfə azalsın. Bunu bu şəkildə yazırıq. A bölünsün B bərabərdir C-yə. A bölünən, B bölən, C-nin artman qismət. Böləni 6 dəfə azaltdıqda, bölən nədir? B. Bunu 6 dəfə azaltdıq. Bölünəni necə dəyişmək lazımdır ki, yəni A-nı necə dəyişmək lazımdır ki, qismət 4 dəfə azalsın. Qismət 4 dəfə azalmalıdır. Qismət 4 dəfə azalması üçün nə edəcəyik? Bunu əvvəlcə hesablayaq. A vurulsun 6 bölünsün B olacaq. Bu da bərabərdir C-yə. Biz bilirik ki, C ilə B tərs mütənasibdir, A ilə C isə düz mütənasibdir. Əgər qismət 4 dəfə azalması üçün, deməli A da 4 dəfə azalmalıdır. Və burada deyir ki, bölünəni necə dəyişmək lazımdır ki, qismət 4 dəfə azalsın. Bu 4 dəfə azalması üçün, A-nı da 4 dəfə azaltmaq üçün, deməli A-mızı 24 dəfə azaltmaq lazımdır ki, C 4 dəfə azalsın. Əgər 24 dəfə azaltsaq, A bölünsün 24, vurulsun 6 bölünsün B, bərabərdir C-yə. Burada 6 ilə 24 getdi, qaldı bu da 4. Deməli olacaq A bölünsün 4, vurulsun B, bərabərdir C-yə. B 4 dəfə artırsa, deməli C 4 dəfə azalacaq. Çünki tərs mütənasibdir. Başa düşdünüz? Yəni bu belə bir sualdır. Deməli biz burada nə qaydıq? A-nı 24 dəfə azaltdıq. A bəndi. Sonraki sualımıza keçək. Məktəbləri əvvəlcə hər dəqiqədə 9 nəfər, sonra isə hər dəqiqədə 15 nəfər olmaqla sıraya düzdülər. Məktəblərin sayı 120-dən çox və 150-dən az olarsa, onların sayı neçədir? Belə bir sual verəndə həmişə məntiqə əsaslanın. 120 ilə 150 arasında 9-a və 15-ə bölünən ədədi tapılır. Yəni 120 ilə 150 arasında 9-a və 15-ə bölünən ədəd axtaracağıq. 9-a bölmə qaydası odur ki, rəqəmlərin cəmi 9-a bölünsün.
5 üstə 2, 7, o da bir 8. A bəndə ödəmədi. 5 üstə 3, 8, o da bir 9 ödədi. 5 üstə 9, o da bir 10 ödəmədi. 8, 11, 12 ödəmədi. 8, o da bir 9. Y'dən B'də qaldıq. Sonra 15-ə bölünmə qaydası odur ki, 3-ə və 5-ə bölünsün. 5-ə bölünsün. 5-ə bölünməsi üçün sonu 5 ilə qurtardığına görə Y bəndi ödəmədi. Cavabımız qaldı B bəndi. Deməli 135 həm 9-a, həm də 15-ə bölünür. Всё. Sonraki sualımıza keçək. A və B ədədlərinin hasili 72.000, ortaq olmayan sadə vurğuların hasili 20 olarsa. Deməli, A vursun B bərabərdir 72.000. Ortaq olmayan sadə vurğuların hasili olan C, yəni 20 olarsa, əkobu tapın. Əkob AB nəyə bərabərdir? Biz bilirik ki, əkob AB kök altında A vurulsun B vurulsun C-yə bərabərdir. Bunu bilirik. Əbobda isə A vurulsun B bölünsün C-dir kök altında. Bu düsturumuzu bilmək lazım idi. Deməli, A vurulsun B 72.000-dir. 72, 1, 2, 3 vurulsun. C-miz nədir? 20-yə. Bu da bərabərdir. Bu nə eləyəcək? Kök altda 144, 4 dənə 0, 2, 3, 4. Buradan da nə çıxır? Buradan da çıxacaq. Bərabərdir. 1200. 1200-ə bərabər olacaq. 1200 də cavabımız D bəndi. Sonraki sualımıza keçək. Bir nöqtədən iki müxtəlif çevrə üzrə iki nöqtə eyni zamanda hərəkətə başlayır. Birinci nöqtə çıxış nöqtəsindən hər 50 saniyədən bir, ikincisi isə hər 60 saniyədən bir qayıdır. Hansı ən qısa müddətdə onlar çıxdıqları nöqtədə görüşər? Bunu tapmaq üçün əsas qısa konkret 3 saniyə vaxtınız gedəcək. 3 saniyə. Nədir 3 saniyə vaxt? 60-a və 50-yə bölünən ən kiçik variantda ədəd tapacağıq. Yəni ikisinə də bölünən ən kiçik ədədimizi. 60-a və 50-yə bölünən bu da ən kiçik ədəd bir dənə görürəm B bəndinə. Yəni 300 həm 60-a bölünür, həm 50-yə bölünür. Qurtardı getdi. Başqa heç də görmürəm. Всё, cavabımız da B bəndi. Görürsünüz necə asan idi. Sonraki sualımıza keçək. Biri o birinin 4də 3-ünü təşkil edən iki natural ədədin əbobu 27-dir. Bu ədədlərin cəmini tapın. Əbobu 27-dirsə, deməli, əbob nə idi? Əbob hər ikisində olan bir şeydir. Yəni, biri 27x imiş, digəri isə 27y imiş. Baxın, deməli, biri 27x imiş, digəri 27y imiş ki, bunlardan, yəni əbob nə idi? İkisində də olan bir şeydir. 27-ni çıxardıb əbob kimi götürür. Yəni 27x 1 imiş, 27y 1 imiş ki, ikisində də 27 var imiş ki, ikisindən də 27-ni seçib çıxardıb əbobu göstərir. Deyək ki, biri o birinin 4də 3-ünü təşkil edir. 4də 3-ünü təşkil edirsə, yəni x bölünsün y-imiz bərabərdir 3 bölünsün 4 imiş. O zaman 3-ü 27-də vuranda 60, 3, 7, 21, 81 imiş, plus 4-ü də 27-yə vuranda 4, 2, 80, 4, 7, 28, 108 imiş. Bunların da cəmini soruşur. Bu ədəddən cəmini tapın. 189 imiş. Cavabımız da C bəndi. Heç bir çətin bir şey yoxdur. Sonraki sualımıza keçək. X vur Z vurulsun 4y z-ə bərabər 7344 bərabərliyindən x plus y plus z cəmini tapın. 4y z vurulsun x z-ə vurulsun. Və alınıb nə? 7344. Bunu məntiqlə eləyəcəyik. Z-i z-ə vurub 4 ilə qutaran bir ədəd alıb. Z-imiz nə ola bilər? 2 də ola bilər, 8 də ola bilər. Çünki 2, 2-ni 4 də deyə bilərik, 8, 8-ni 64 də deyə bilərik. Rəqəmimiz böyük olduğundan, bura biz ancaq 8 verə bilərik. Yəni, Z-in yerinə 8 yazacaq. Z 8 olacaq. X-a bir qiymət verəcəyik. 0 verə bilmərik. 1 verək. Tutaq ki, 1 versək. Olacaq 18. 7344-ü 18-ə bölsəm, neçəbə düşəcək? 4 dəfə 72, 1, 144-dəki 0, düşür neçə dəfə? 8 dəfə. 408 dəfə.
Deməli, bu 408 imiş. Bax, bu 408 imiş. Bu da 18 imiş. Deməli, x-mızın yerinə düşür nə? 1. Y-imizin yerinə düşür 0. Z-imizin yerinə düşür 8. 1 üstə 0, üstə gəl 8. Bu da eləyir nə? 9. Təbii ki, D bəndi. Görürsünüz, ulduzlu verilməsinə baxmayaraq çox asan sual idi. Sonraki sualımıza keçək. 1 üstə gəl, 3 üstə gəl, 5 üstə gəl, .19 bərabərdir A olarsa, 2221 üstə gəl, 2223 üstə gəl, 2225 üstə gəl, .2239 cəmini hesablayın. Bunu hesablamanın bir qaydası var, məntiqi bir qayda var. Ədədi silsiləklə edə bilərsiniz, məntiqi yolla edə bilərsiniz. Sadəcə olaraq bunu çox vaxt ədədi silsiləklə edirlər. Yəni bu indi asan tipli verir deyə, amma biz bunu məntiqlə edəcəyik. 1 üstə gəl, 3 üstə gəl, 5 üstə gəl, 19 A olarsa. Burada necə nəzərə ala bilərik? Bunu belə nəzərə ala bilərik. 2220 plus 1 üstə gəl 2220 plus 3 plus 2220 plus 5 2220 plus 19. Baxın, belə bir sual verir. Bərabərdə sual soruşur. 2220 neçədən olacaq? Burada görürük ki, sayanda görə neçədən nə var burada? 1, 3, 5, 7, 9, deməli 9, 11, 13, 17, 13, 15, 17, 19. 10 dənə. 10 dənə bu ədədin sayı varmış. Yəni bu ədədlərin sayı 10 dənə imiş. 10 dənə imişsə, deməli biz bunu belə yazacağıq. 2220 vurulsun 10 dənə olduğuna görə sayı 10'a vururam. Plus bunların da özləri cəmi A elədiyindən, yəni bu ümumi cəmi A'da axı A yazıram. Bərabərdir, bərabərdir. Onda bunu belə yazacağım. 2000 deməli 2220 10'a vurulduğunda bir dənə də 0 artırır. Deməli 22200 olacaq plus A. 22200 üstə gəl A. Baxaq, 22200 üstə gəl A bircə dənə A bəndindədir. Görürsünüz? Çətin heç nə qopqi. Bircə dənə diqqətlə baxmaq lazım idi. Sonraki sualımıza keçək. Oğlan və qız 630 metr uzunluqda olan məsafəni addımla ölçdülər. Oğlanın addımı 45 cm, qızın addımı isə 35 cm olarsa, hərəkətə başladıqdan sonra onların ayaq izləri neçə dəfə üst-üstə düşər. Ən qısa yolu budur ki, 630 metr verib, burada isə bunları santimetrlə verib. Deməli, 630 metri santimetrə çevirək. 630 metr nəyə bərabərdir? Təbii ki, 1 metr 100 cm olduğunda 2 dənə 0 artırır, sımı yazırıq. Və bunu böləcəyik əkob 45 ilə 35-ə. Əkob bunu 45 ilə 35-in əkobuna böləcəyik. Bu da bərabər olacaq. Təbii ki, 63.000-i böləcəm 45 ilə 35-in əkobuna. Demək, cavab alacam. Təbii ki, bunların əkobu aşağıda 315 eləyəcək. Burada da 63.000 eləyəcək. 63.000 buna böləndə eləyəcək 200 cavabımız olacaq. 200 cavabımız da B bəndində. Görürsünüz, çətin deyil. Bircə dənə hesablamaq lazım idi. Sonraki sualımıza baxalım. Ədədlərdən hansı iki ardıcıl tək natural ədədin cəmi ola bilməz? İki ardıcıl tək natural ədədlər hansılarıdır? Plus x plus 2. İki ardıcıl tək natural ədədlər x-dir, bir də x plus 2-dir. Bu şəkildədir. Və cəmi nə eləyir bunun? 2x plus 2 eləyir. Bu da bərabərdir 2x plus 1-ə. Yəni, tək olduğundan x, yəni ədədi 2-yə böləcəyik. Bu tək olduğundan üstünə bir gəndə cüt ədəd alır. Burada cüt ədəd olmalıdır. Əgər cüt ədəd varsa, yəni 2-yə böləndə cüt ədəd ala bilirəmsə, həmən ədəd 2 ardıcıl tək natural ədədin cəmidir. Əgər 2-yə böləndə cüt ədəd almıramsa, yəni tək ədəd alıramsa, deməli həmən ədəd 2 ardıcıl tək natural ədədin cəmi ola bilməz. Və böləyimdir. 160-ı 2-yə böləndə eləyir 80. Deməli bu ödəyir. Yəni ola bilər. 120-yi 2-yə böləndə 60. Bu da ödəyir. Yəni ola bilər.
144'ü 2-yə bölürəm 72, bu da ödəyir. 180'i 2'ye bölürəm 90, bu da ödəyir. Amma 130'u 2'ye böləndə 65 edir. Yəni tək ədəd alınır. Deməli cavabımız da D bəndi olacaq. Yəni 2'ye böləndə cüt ədəd alınsın. Əgər alınırsa bu 2 ardıcıl tək natural ədədin cəmidir. Amma tək ədəd alınırsa, deməli bu 2 ardıcıl tək natural ədədin cəmi ola bilməz. Sonraki sualımıza keçirik. AB ədədinin BA ədədinə bölünməsindən alınan natamam qismət vahidə. Baxaq, AB bölünsün. Deməli, bərabərdir, belə yazaq da. BA ədədinin bölünməsindən alınan natamam qismət vahidə. Yəni, vurulsun 1, üstə gəl, qalır da 36-ya bərabər olarsa, A-nın ala biləcək qiymətləri cəmini tapın. Baxaq, burada 10A plus B bərabərdir 10B plus A plus 36-ya. 10A'dan A çıxıram, qalır 9A minus B bərabərdir 36. Sonra A minus B də bərabərdir 4-ə. A minus B-miz 4-dür. İndi A ilə B-yə qiymətlər verək. A-ya da qiymət verək, B-yə də qiymət verək. A-dan B-ni çıxıb 4 alıb. Əgər mən B-yə 1 versəm, A-mız nə olacaq? Təbii ki 5. Əgər B-yə 2 versəm, bu A-mız nə olacaq? Təbii ki 6. 3 versəm 7, 4 versəm 8, 5 versəm 9 qiymətini alacaq. Düzdürmü? İndi bu da nədir? A-nın ala biləcək qiymətləri cəmi tapın. Ala biləcək qiymətləri cəmi bunlardır. Bunları cəmləyəcəyik. 6 üstə 5, 11, üstə 7, 18, üstə 8, 26, üstə 9, 35. 35 cavabımız da A bəndir. Sonraki sualımıza keçək. Deməli, əbob 8n kvadrat plus 6n 8n kvadrat plus 10n bərabərdir 20 olarsa, əkob n kvadrat plus n, sonra n kvadrat plus 3n-i tapın. Sadə sualdır. Deməli, burada nəyi bilməliyik? Əvvəlcə bilməliyik ki, əbob nədir? Əbob bilirik ki, hər ikisində ortaq olan bir şey olmalıdır. Əgər mən burada 8n kvadratı plus 6n-i belə yaza bilərəm da, bax. Buradan 2n-i çıxarda bilərəm kənara. 4n plus 3-ə. Belə yaza bilərəm. Digərini də belə yaza bilərəm. 8n kvadratı plus 10n də yaza bilərəm. Buradan da 2n çıxaracam. 4n plus 5-ə. Belə yazacam. İkisində də ortaq olan nədir? 2n. Əbobumuzu verib 20. Deməli, 2n-i götürürəmsə kənara, bu 20-dirsə, n-imiz nə olacaq? Təbii ki 10. N-imiz 10-dur. İndi n-imizi 10 tapdıq, indi əkobda yerinə qoyaq. Deməli, əkob nəyi tapmalıyıq? 10-un kvadratı 100, 100 üstə 10, 110. Sonra 10-un kvadratı 100, 100 üstə gəl, 3 vursun 10, 30, 130. 110 ilə 130-u tapacaq. Əkobu 110 ilə 130-u tapacaq. Ən böyük çıxardıq kənara, həmişə belə eləyik də. Sonra 110 ilə 130-u əvvəlcə vurgulayıraq. Deməli, 2-yə bölürəm, eləyir, neçə və düşür? 60, deməli, 6, 5, 65 dəfə düşür. Sonra 3-ə bölünmür, 5-ə bölünür. Neçə və düşür? 1 dəfə, 3 dəfə. Sonra 13-ə bölünür, 1 dəfə. 110-u bölürəm. 2-yə böləndə 55, 5-ə böləndə 11, 11-ə böləndə 1. İndi baxaq. 130-u həmişə götürürük, yəni əkobda həmişə ən böyüyünü götürürük. Sonra vurur nəyə? 130-da olmayanlar, yəni 110-da olan, 130-da olmayanlar seçib buna vururuq. Yəni əkobun tapılma qaydasını bilirik. 2 ikisində də var, getdi. 5 ikisində də var, getdi. Bircə dənə 13, 11 yoxdur 130-da. 11 olmadığına görə 11-i vuracaq. Bu da nə eləyəcək? Deməli, 11 130-a vuranda nə eləyəcək? 130, bu da 130. 0, 3, 4, 1. 1430-a bərabər olacaq. Cavabımız da 1430. 1430 da Y bəndi. Görürsünüz, asan bir sual idi. Bircə də hesablaması var idi.
Sonraki sualımıza keçək. Cəmi 2500 olan 2 natural ədəddən birinin sonuna 7 rəqəmini əlavə edib, digərinin sonundan 6 rəqəmini sildikdə alınan ədədlər bərabər olar. Həmin natural ədədlərin kiçiyinin rəqəmləri cəmini tapın. Cəmi 2500 olan 2 natural ədəd. 2 natural ədəd yazaq. X plus Y. Tutaq ki. Bu 2500 imiş bunların cəmi. Aha. Birinin sonuna 7 rəqəmini əlavə edib. Bunun sonuna 7-ni əlavə etdik. Digərinin sonundan 6 rəqəmini sildikdə, deməli bunun arxasında 6 var imiş. Sildikdə alınan 2 ədəd bərabər olacaq. Deməli bu şəkildə imiş. Baxın, bərabər olacaqsa, deməli bu şəkildə imiş. X 7 üstəgəl, bu şəkildə imiş. Baxın, X üstəgəl X 7 6 bu şəkildə imiş. Bərabərdir 2500-ə. Bu da sualda da belə bir verir. Deyir ki, cəmi 2500 olan 2 natural ədəddən birinin sonuna 7 rəqəm əlavə etsək, digərinin sonundan 6 rəqəmini sildikdə alınan ədədlər bərabər olacaq. Təbii ki, 6 rəqəmini buradan silsəm, bura bir dənə 7 yazsam, bunlar ikisi də bərabər olacaq. Görürsünüz? Məntiqlə tapdıq bunu. İndi bunların cəmi 2500-dürsə, təbii ki, həmin natural ədəddən kiçiyinin rəqəmlərinin cəmini tapın. Kiçiyini tapırıq, rəqəmlər cəmi deyirik. Bunu da tapma qaydasını bilirik. X üstəgəl 100x üstəgəl 76 bərabərdir 2500-ə. 2500-dən 76 çıxıb bölünəm 101-ə. 101x bərabərdir. Bu elədir 2424-ə. İndi x nəyə bərabər olacaq? 2424-də 101-ə böləndə x 24 olacaq. X-im 24 imiş. Ən kiçik də 24 imiş. Və bu da rəqəmlərinin cəmini soruşur. 2 üstəgəl 4, 6. Cavabımız B bəndi. Görürsünüz, sadədir. Heç bir çətinlik yoxdur. Sonraki sualımıza keçək. A bərabərdir 4 vurulsun 3 üstü m plus 2, B bərabərdir 12 üstü m və əbob AB 108 olarsa A ədədini tapın. Baxaq. A bərabərdir 4 vurulsun 3 üstü m vurulsun 3 üstü 2. Bunu bu şəkildə yazə bilərəm də. Çünki vurulanda üstlər toplanır. B-miz bərabərdir 3 üstü m vurulsun 4 üstü m-ə. Yəni 12-ni mən hissələrə böldüm. 3 vurulsun 4 kimi yazdım. Üstlərdə m şəkildə saxladım. İndi soruşuq əbob AB əgər 108 olarsa 108 olarsa A və B, A-nı tapın deyir. A ədədini tapın. Əvvəlcə bunu mən necə yaza bilərəm? İkisində də 3m var, düzdürmü? 3m var, ikisində də 3m var. 3 üstü m vurulsun. İkisində də 4 var. Burada bir dənə 4 var. Burada isə 4 üstü m, yəni nə qədər 4 ola bilər? Çox dəyərli 4 ola bilər. Amma bir dənə 4 hərəsində də var. Görürsünüz, ikisində də məntiqlə fikir etsək, ikisində də 4 var. Bunda bir dənə 4 var, bunda isə birdən çoxdur, hər hansı bir ədədlə. Deməli, hər ikisində bir dənə 4 görmək olur. Deməli, vurulsun 4-ə. Bərabərdir 108. Buradan 3 üstü m nəyə bərabər olacaq? 108 bölünsün 4-ə, yəni 27-yə. O zaman m-imiz nəyə bərabər olacaq? M üstü neçə olsa 27 olar? Təbii ki 3. 3 üstü 3 27-dir də. Bunu bilirik. İndi burada A ədədini soruşur. A ədədimiz nəyə bərabərdir? Deməli, 4 vurulsun 3 üstü 3 vurulsun 3 üstü 2-yə. Bu şəkildə. Bu da bərabərdir. 3 üstü 3 27. 27-ni 4-ə vuranda 4 2 80 4 7 28 108. 108 vurulsun 9-a. Deməli 900 98-in 72. 900 deməli 972-yə. 972 bizim cavabımızdır. Bu da C bəndidir. Sonraki sualımıza keçək. Cəmi 63 olan və ən böyük ortaq böləni 9 olan 2 natural ədədin ortaq olmayan sadə vurğular hasilinin ən böyük qiyməti tapın. Məntiqlə hesablayaq. Riyaziyyatla hesablasaq vaxtımız çox gedər. Məntiqlə hesablayaq. Cəmi 63 olan, yəni A plus B bərabərdir 63 imiş. Ən böyük ortaq bölünəni, yəni əbobu 9 imiş. Bunların ikisinin əbobu 9-sa, deməli A ilə B-yə elə ədəd verməliyik ki, ikisinin cəmi 63 olsun və ikisi də 9-a bölünə bilsin. Təbii ki, birinə 36 versəm, digərinə 27 vermək olacaq.
Hər ikisi 9-a bölünür və ikisinin də cəmi 63 imiş. Vəsə. 2 natural ədədin ortaq olmayan sadə vurğular hasilinin ən böyük qiymətini tapın. Deməli, 2 natural ədədin, yəni 36-ın 27-nin ortaq olmayan sadə vurğuları hasilinin, yəni C-nin ən böyük qiymətini soruşur. İndi 36 ilə 27-ni ayıraq vurğularına. 2-yə bölüləm 18, 2-yə bölüləm 9, 3-ə bölüləm 3, 3-ə bölüləm 1. 27-ni 3-ə bölüləm 9, 3-ə bölüləm 3, 3-ə bölüləm 1. Ortaq olmayan sadə vurğuları hasilinə baxaq, görək hansıdır. 2 bunda var, bunda yoxdur. Deməli 2-ni götürəcəyik, vurulsun. Sonra 2 bunda var, bunda yoxdur. Deməli bir dənə vurulsun 2, vurulsun. 3 bunda var, bunda da var. 3-ü çıxıram. Bir dənə də 3 bunda var, bunda da var. Çıxıram. Bir dənə 3 əlavə var, bunda yoxdur. Deməli vurulsun 3. Bu da bərabərdir 2 2-nin 4, 4 3-ündə 12. Cavabımız 12 imiş. O da A bəndi. Sonraki sualımıza keçək. 9 ədədinin neçə 2 rəqəmli bölünəni var? Neçə 2 rəqəmli bölünəni var? Bu bayaqki suala oxşar bir sualdır. 9 ədədinin neçə 2 rəqəmli bölünəni var deyəndə, təbii ki, ən böyüyünü seçirik, yəni 99-u seçirik. Bölürəm 9-a, bu eləyir 11 dəfə. 11 dəfə eləyir. Neçə 2 rəqəmli bölünəni var deyəndə, bircə dənə 9 bölünəni tək rəqəmli olduğuna görə, yəni bir dənə tək rəqəmli ədəd var 9 ki, 9-a tam bölünür. Deməli, bir dənə olduğuna görə tək rəqəmli, çıxır bir dənəni, qalır 10 dənə. 10 ədəd 2 rəqəmli bölünəni olur. Cavabımız 10 olacaq burada. Oldu əziz abituriyentlər və əziz tələbələr. Dərsimiz bura kimi, yəni elə bilirəm ki, sizə lazım olan əsas bölmələrin, əsas sualların izahını verdim. İnşallah gələn dərslərimizdə görüşmək ümidi ilə sağ olun və şərhlərinizi gözləyirəm. Xahiş edirəm, siz şərhlər yazın ki, mən o şərhlər nəticəsində video dərslərimi davam etdirim. Və abunə olmağı unutmayın, yəni bu kanala abunə olmağı unutmayın. Facebookda mənim riyaziyyatçı olaraq qrupuma qoşulun və oradan bəzi mən orada faydalı məlumatlar verirəm və onlarla yararlanın. Və həmən qrupda da mən bu bölmələri hissə-hissə paylaşacağam. Əsas odur ki, mən sizə burada kömək edəcəm, yəni nə probleminiz varsa kömək edəcəm. Heç şeydən narahat olmayın. Bircə dənə riyaziyyatı sevin. Riyaziyyatı sevməklə siz həyatda hər şeyi, bütün uğurları əldə edəcəksiniz. Yəni bu mən sizə deyirəm, özünüz də görəcəksiniz ki, riyaziyyat sizə nə qədər kömək olacaq. Sağ olun, gələn dərslərimizdə görüşmək ümidi ilə.